Şəhid sözü ərəb dilindən gəlir və yüksək amal, məslək, əqidə, yurt, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs deməkdir. Şəhid olma hadisəsinə şəhadət deyilir. İslam dinində şəhidlərlə bağlı aşağıdakı müddalar yer alır. Allah yolunda öldürülənlərə, şəhid olanlara ölü deməyin. Əksinə, onlar Allah dərgahında diridirlər. Lakin siz bunu dərk etmirsiniz. Bəqərə surəsi 154-cü ayə. Allah yolunda öldürülənləri, şəhid olanları heç də ölü zənn etmə. Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi, cənnət ruzisi əta olunur. Ali İmran surəsi 169c ayə. Muhammed Peyğəmbər şəhidlər haqda. Şəhid cənnətdədir. Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar.